Hə, buyurun. Əziz müəllimlər, Sübhan müəllimi salamlayırıq bizim əzimizi. Eşq olsun, Valid müəllim, Şakir müəllim, bizim müəllimlər, bizim... Çox sağ ol, bura. Ay, sağ ol. Qardaşlar, hamımıza Allah can sağlığı versin. Gözəl məclisimizdə ziyalılar, xüsusilə müəllimlər çoxluq təşkil edirlər. Bir yerdə vallahi yaxşıdır. Hə? Yəni burada bəli, mən borcluyam onu deməyə. Cəmalə müəlliməni biz xüsusilə təbrik edirik. 40 ilin müəllimi, əməkdar müəllim, həm nənə olaraq, həm də bir ziyalı olaraq Cəmalə müəlliməni, Cəmalə ananı mən təbrik edirəm və xahiş edirəm bir alqışlayın ürəkdən. Hamımız açalaq. Və Cəmalə müəllimə, rica edirik, siz də buyurun bərabərimizə, mən sizdən xahiş edirəm. Minacəddin müəllimi salamlayırıq. Təvəkkül müəllim, Aynur müəllimə, Əlpaşa müəllim, İradə müəllimə, Telli müəllimə, Alı müəllim. Çox xahiş edirik, buyurun. Bilirsiniz mən niyə bunu deyirəm? Bütün hər birimizin, hətta müəllimin də bir müəllim adına borcu var. Bizim hamımızın bir müəllim adına borcumuz var. Mən sizlərdən bir rica edəcəyəm, amma bir dənə, balaca bir dənə müəllimlər üçün şeir deyim sonra. Müəllimlik müqəddəs bir sənətdir həyatda. Müəllimin hər sözü həqiqətdir həyatda. Üz gözü pal-paltarı mürəkkəbli körpələr. Çırpınan ürəkləri xoş mətləbli körpələr ilkin vətən sözünü müəllimdən öyrənir. Mənliyini, kimliyini müəllimdən öyrənir. Məktəbi bitirmişəm. Deyiləmsə də mən cavan, yanımda bir müəllim adı çəkilən zaman tez ayağa qalxıran bir məktəbli uşaq tək. Müəllimə həmişə, hər yerdə hörmət gərək. Mən hər zaman müəllim adını ehtiram etmişəm və hər zaman da ehtiram edəcəyəm. Əziz qonaqlar, gəliniz müəllim adına bir alqışlar yağdırağın, hamımıza çalağın. Cəmalə müəllimə, gözəl ana, mən sizi təbrik edirəm. Gözünüzlə, biz istəyirik ki, ilk olaraq gəliniz. Siz bir xeyir dua verəsiniz. Mən arzu edirəm, Ömərin böyük toyunu uca Allah müəllimə sizə qismət eləsin. Bütün bax ətrafla, ürəyiniz istəyən qohunamlarla, belə müəllim yoldaşlarınızla bir yerdə Ömərin böyük toyunu edəsiniz inşallah. Və rica edirik bir xeyir dua verəsiniz. Buyur. Bura gələn qonaqları, birinci qonaqları təbrik edirəm. Allah razı olsun onlardan. Oğlum Güvənclə Günel xanıma da göz aydınlığı verirəm. Qoy o gün olsun ki, böyük toyların nəsib eləsin. Ya Allah, inşallah. Ondan sonra mən də bir nənə kimi istəyirəm ki, onun böyük toyunu görüm, onun uğurlarını görüm. Ömər balama da atalı analı böyüməyi. Ondan sonra vətənə layiqli, namuslu, qeyrətli oğul kimi böyüməyin arzulayıram. Arzu edirəm ki, atanın, elin, bütün adamların elə bir ki, nümunəvi oğlu olsun. Hər yerdən, gözəl yerlərdən səsi gəlsin. Amin. Atanın, ananın zəhməti itirməyən vətənə layiqli evlad olsun. Amin. Atası kimi oğul olsun. Atası kimi oğul olmağını arzulayıram, başqa heç nə. Çox sağ olun, Allah kömək olsun. Çox sağ olun. Söz verdiniz görə minnətdaram. Hamınız xoş gəlmisiniz. Bu günləri gözəl insan, hamının sevincinə sevinən, hamının hörmətini qazanan, Ağsu Tədris Məktəbinin direktoru Güvənc müəllim. Bu günləri balasının kiçik toyuna görüşmüşük. Mən öz adımdan, ailə üzvləri adımdan Güvənc müəllimi və onun xanımını təbrik edirəm. Onlara uzun ömür, can sağlığı arzulayıram. Arz edirəm ki, vağzalı sədası altında gəlin gətirsin. Təbrik edirəm, böyük kişi olsun. Ömər balamıza da ki, dünyada ən kişinin neymət olan can sağlığı arzulayıram. Arz edirəm, həmişə uca zirvələrdə olsun. Sağ olun. Çox sağ olun söz verdiyinizə görə. Mən bir müəllim kimi bugün xoşbəxtəm. Niyə görə? Çünki mənim elə öz şagirdim olub. Güvənc mənim öz şagirdim olub. Keçib.
İbtidai sinif müəllimi olmuşam Güvəncin. Güvəncin bir də xoşbəxt müəlliməyəm ki, Güvəncin balalarının da müəllimi özüməm. Ömərin də sinif müəllimi özüm olmuşam, Rabiənin də sinif müəllimi özüm. Bugün özümü bir xoşbəxt müəllimə kimi sayıram və özümüzün də müəllimlərimiz olub. Öz müəllimlərimin qarşısında da baş əyirəm. O düzdür, onlar dünyası dəyişiblər, amma düz deyirsiniz, bəli. Müəllimdən uca zirvə yoxdur. Müəllim ən gözəl zirvədir. Mən Ömərə elə oğul olmaq arzulayıram, Güvənc müəllim. Bugün sizinlə tanınır oğlunuz, amma gün o gün olsun ki, desinlər ki, Ömərin atası Güvəncdir. Bax, mən onu arzulayıram. Müəllimə çox sağ olun. Hə, indi söz demək istəyən kim var? Burada yəni hamı söz desə, Güvənc müəllim, elə olmur. Görək kim söz demək istəyir. Xüsusilə söz demək istəyən bir var müəllimlərdən. Valid müəllim, deyirsiniz, buyur. Mən də təbrik edirəm Güvənc müəllimi. Nəzərə alaq ki, buradakılar hamısı müəllimdir, bir kəlmə deyəcəm. Deyir, bəy söylə, yoldaş deyib, vətəndaş çağır. Hər yoldan keçənə müəllim demə. Bəlkə də pedaqoq deyildir yazıq. Hər yoldan keçənə müəllim demə. Mən əsl müəllimləri salamlayıram. Allah onlara uzun ömür versin, işlərə vanlı olsun. Bir daha Allah mübarək eləsin. Hə, indi mən bütün müəllimlərin hamısının adından Güvənc müəllim təbrik edirəm sizi. Gözün aydın, sən bizim əzizimizsən. Mən açılış eləyəndə dedim ki, Güvənc müəllim öz ayağının üstündə dayanmağı, yeriməyi bacaran bir adamdır və zəhməti ilə, əziyyəti ilə Ağsu Tədris Mərkəzi adlı bir tədris ocağı, təhsil ocağı yaratdı. Bizim və sənə dəstək olan bizim rayonumuzun dəyərli insanları olubdu. Mikail müəllim İsmailovdur, ən əsas budur. Allah o kişinin də canını sağ eləsin. Və hər kim ki dövlətimizə xidmət edir, onların hamısına uğurlar arzu edir. Dövlətimizə layıqlı xidmət edənlərin hamısına eşq olsun deyirik. Və gəlin bir özümüzü alqışlayaq. Əziz müəllimlər, hamımıza çalağın. Arzu edirəm, sizin ocaqlarınızda toy olsun. Güvənc müəllim də öz xanımı ilə, müəllimə ilə bir yerdə gəlib, bax orada iştirak eləsin. Eşq olsun sizlərə. Zeynalabdin də sizə, yəni, bilir usta isə, hə. Ay sağ ol, Zeynalabdin sizə əmanətdir, o yüksək bir bal yığmalıdır. Mən sizə inanıram, güvənirəm. Həsən ağa müəllim. Və bizə üzr istəyirəm. Bilal müəllim, mənim qardaşım oğlu Bilal. Gələ bilməyibdir. Zəng elə ki, əmi, mənim adımdan Güvənc müəllimi təbrik elə. Özü gəlməsə də sirrin göndərib söz yox. Qabal daşı indir, hə. Amma Bilala da uğurlar arzu edirik, onun toyu olsun. Həsən ağa müəllim, buyur. İstəyirəm anamızı bir vəsf edeyim. Mən qoymadınız oxumağa deyim. Milli mədrəsə oldum. Elə də, elə əlbəttə ki. Alıb gəncliyimiz zaman qocaldıq. Güvənc verdim, alıb gəncliyimiz zaman qocaldıq. Əyib qamətimi kaman qocaldıq. Məni bu aylar illər yaman qocaldıyıb. Ömrünün baharı düşüb borana, saçların nə yaman ağar bana. Alnından qırışlar enib üzünə, gözünün nurunu ayana sən verdin bizə. Kaş ömrünü yaza biləydim mən yüzə. Başın ağrıyanda dönüm loğmana, saçların nə yaman ağar bana. Ayzan, eşq olsun. Gecələr nigaran, gündüzlər yorğun. Qəlbin alovludur bənizin solğun. Yolunda can qoydun oğlun qızın. Evlədlər bir şəm oldu sənsə pərvanə. Saçların nə yaman ağar bana, saçların nə yaman ağar bana. Eşq olsun Həsən ağa Babayev. Neyse buna bir qovq elə. Bir dənə Nüsrət Kəsəməlinin bir yaxşı ana şeirini deyim, sonra hə. Acılı şirinli günlər görmüşəm. Yaxşını, yamanı görüb seçmişəm. Evli eşiyliyəm, var işim, peşəm, uşaqlıq əsrətim anam gildədir.
Ürək ağrısına hey dözə-dözə. Gələndə nadanla bəzən üz-üzə bir səs eşidirəm. Ay oğul, gəl evə, dizimin taqəti anam güldədir. Gəlinin yeznənin bilir yerini, çəkir bacı qardaş dərdi sərini. Ərköyün böyüdür nəvələrdi, səliqə səhman anam güldədir. Neçə anaya da anam anadır, dünya bir yanadır, o bir yanadır. O açdığı süfrədə şor da bal dadır. Ağzımın ləzzəti anam güldədir. Eşq olsun, eşq olsun, bütün analar eşq olsun. Sənə qurban olsun şirin canım anam anam anam. Sənə qurban olsun şirin canım anam anam anam. Gözəlləşin mənə yol asan xanım anam anam anam. Gözəlləşin mənə yol asan xanım anam anam anam. Xanım anam 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 canım anam anam anam. Canım anam gözəl adam xanım anam anam anam. Gözəlləşin mənə yol asan xanım anam anam anam. Gözəlləşin mənə yol asan xanım anam anam anam. İmtahan Mərkəzinin direktoru Talih müəllim. İmtahan Mərkəzinin direktoru Talih müəllimdən rica edib buyursun rəqsə. Gecə gündüz xidmətini mən çəkərəm əziyyətini. Gecə gündüz xidmətini mən çəkərəm əziyyətini. Necə sənin zəhmətini danım anam anam anam. Necə sənin zəhmətini danım anam anam anam. Canım anam anam anam, yanım anam anam anam. Yanım anam anam anam, yanım anam anam anam. Gözəlləşin mələ yol alsan xanım anam anam anam. Gözəlləşin mələ yol alsan xanım anam anam anam. Gözəl şurmalarınız gəlir, qonaqlarınız üçün. Sen canım oldun, onlara saldın. Kalem kalem kaşların hayalım oldun. Al gülüşleri, o bakışları.